Salam, hörmətli izləyicilər, hər birinizə xoş gördük. Mənim bugünkü test izahım elastiklik qüvvəsi və sürtünmə qüvvəsinin başlığından cismin çəkisinin testləri olacaqdır. İlk sualımızdan başlayarıq. Cismin çəkisinin vahidi hansıdır? Həm çəki, həm qüvvə. Yəni bu fiziki kəməklərin vahidi olacaqdır Newton. İkinci sualda Newton hansı fiziki kəmətin vahidinə uyğundur? Həm çəki, həm də qüvvəyə uyğun gələcəkdir. Üçüncü sual, hansı halda cismin çəkisi ədədi qiymətcə ona təsir edən ağırlıq qüvvəsinə bərabər olacaqdır? Demək istəyir ki, çəki demək P. Hansı vəziyyətdə ağırlıq qüvvəsinə bərabər olacaqdır? Ağırlıq qüvvəmiz həmişə mg'dir. Deməli istəyir ki, çəkin də elə mg'yə bərabər olsun. Bu hərəkət cismin ya sükunət halı, ya da düz xətli bərabər sürət hərəkət halıdır ki, 3 olur D variantı. Dördüncü sual, hansı halda çəki ədədi qiymətçi ona təsir edən ağırlıq qüvvəsinə bərabərdir? Elə çəkinin ağırlıq qüvvəsinə bərabər olmağı elə bundan öncəki suala dedi ki, ya düz xətli bərabər sürətli hərəkət olacaqdır, ya da sükunət halında çəki həmişə mg olacaq, yəni ağırlıq qüvvəsinə bərabərdir. Beşinci sual, hansı hərəkətə cisim əlavə yüklənməyə məruz qalacaqdır? Əlavə yüklənmə odur ki, bir cismin çəkisi mg'dir, o ondan çox olmalıdır, yəni mg üstəgəlsin A-dır. Əlavə yüklənmənin düsturunu isə bilirdik ki, əlavə yüklənmə nədir? 1 üzərinə gəlinsin, təcil bölünsün, sərbəst düşmə təcilidir. İndi baxaq görək, hansı hallarda bax bu vəziyyətimiz alınacaqdır. Demək, dayaqla birlikdə artan sürətlə şaquli yuxarı hərəkət etdikdə, bax bu hərəkətimizdə B variantında, yəni çəki o zaman mg üstəgəlsin A olacaq, yəni 5B variantı. 6-cı sualda yenə deyir ki, əlavə yüklənməyə məruz qalacaq. Ya cisim, belə deyək, yuxarı təcili hərəkət edəndə olur çəkimiz mg üstəgəl A və yaxud yuxarı yeniləşən olanda mg üstəgəl A olacaq və yaxud da aşağı yavaşlanan olanda çəki mg plus A şəklində olacaqdır. 6-cı sualda da yenə əlavə yüklənmə dediyinə görə, bax burada görür ki, yuxarı yeyinləşən deyir. Demək ki, 6 olur C variantı. 7-ci sual, kütlə 630 qram olan sükunətdəki cismin çəkisini hesablayın. Kütlə 630 qram verirsə, biz bunu kiloqrama çevirməliyik, yəni əsas vahid etməliyik. 1000-ə böləcək ki, o da olacaq 0,63. Sükunət dediyinə görə sükunətdəki çəki P isə bərabərdir, mg'dir. İndi kütləmiz 0,63-dür, J isə 10 veribdir. Bunu da 0,63-ü də 10-a vuranda 6,3 Newton olacaqdır, yəni 7 B variantına gedir. 8-ci sual, sükunətdəki çəki onun kütləsinin asılıq qrafiki hansıdır? Əgər sükunətdəki çəki deyirsə, P bərabər mg'dir. Onda gördüyümüz kimi çəki kütlə ilə düz asılıdır. Düz asılığımızın qrafiki 8-ə Y variantdır. Bilirəm, bəziləriniz qarışdırırsınız. Sükunət deyəndə götürürsünüz çəkiyə 0 yazırsınız. Belə olmaz. Sükunət çəki, yəni çəki ağırlıq qüvvəsinə bərabər olmaq vəziyyətidir. Yəni mg'dir. Amma cisim sərbəst düşərsə, o zaman çəki olmayacaqdır. Yəni çəki sərbəst düşür, neynir? Havadadır da, hələ ki onun dayağı söykənəcək bir yeri olmaq üçün çəki 0-dır. Ona görə sərbəst düşəndə çəki 0, amma sükunət deyərsə, düz xətli bərabər sürətli hərəkət deyərsə, çəki mg olacaqdır. İndi yenə 9-a deyir ki, sükunətdə olan cisimlərin çəkiləri arasında hansı münasibət doğrudur? Sükunət dediyinə görə çəki mg ilə təyin olunacaqdır. Buradan da görürük ki, çəki kütlə ilə düz asılıdırsa, o zaman P1-in P2-yə olan nisbətini yazsaq, olacaq M1-in də M2-yə olan nisbəti. Şeylər sabitdir, yəni şeylərlə işimiz yoxdur. Buradakı birinci kütlənin 3M veribdir. İkincini isə sadəcə M veribdir. M'lər ixtisar olunacaq, qalacaqdır 3. Başqa sözlə P1 bərabər olacaqdır 3 P2-yə. 9 olur C variantı. 10-cu sual da eyni suallardandır. İndi burada M1 kütləsini M, M2 kütləsini isə 2M veribdir. Yəni o zaman eyni yerinə qoyub yazacağıq. M1-in yerinə M, M2-nin yerinə isə 2M yazıram. M'lər ixtisar olunub, qalır 2-də 1. Buradan da P2-ni tapanda P2 o zaman olacaq 2P1 şəklində. Yəni 10-da B variantına gedir. 11-ci sualda cisim sərbəst düşür. Bax, deyir ki, 300 qramlı cisim sərbəst düşür. Əgər sərbəst düşürsə, bu o deməkdir ki, bir cisim aşağıda deyil, hələ yerə ayağı dəyməkdir. Hələ havada düşür hər hansı bir cisim. Ona görə əgər cisim sərbəst düşürsə, bunun çəkisi elə 0 olacaqdır. Deməli, 11 olur C variantı. 12-ci sual, şaquli yuxarı yönəlmiş A təcili hərəkət edən M kütləli cismin çəkisi hansı ifadə təyin olunur? Əgər şaquli yuxarı dediyinə görə deyirsə, o zaman çəki P bərabər olacaqdır. mg üstəgəlsin A-ya, yəni 12A variantı olur.
13-də aşağı yönəlmiş təcili deyəndə o zaman mj minus a şəklində olacaq. Yuxarıdırsa üstəgəl, aşağıdırsa mj minus a olur. Yəni 13D variantı. 14-cü sual cismin yerin cazibəsi nəticəsində dayaq və askıya göstərilir təsir qüvvə necə adlanır? Bu təsir qüvvə adlanacaq çəki. Dayaq varsa və askı varsa bu olacaqdır çəki. Yəni 14D variantına gedəcəkdir. Daha sonra 15-ci sual. Liftdəki tərəzinin üzərində adam dayanıbdır. Demək bu bizim, bax bu cümləmizə qədər verilən tərəfimiz bu bizim birinci tərəfimizdir. Əgər bir cisimdə, yəni yuxarı təcil, aşağı təcil yoxdursa, o zaman dayanmaq deyir. Deməli cisim sükunətdədir, yerində durub. Sükunət vəziyyətinə görə isə deyirik ki, çəki birinci vəziyyətdirsə buna belə yazacağam. Çəkimiz m şeydir. Daha sonraki vəziyyətimizə baxırıq ki, burada isə deyir lift şaquli yuxarı yönəlmiş 0.5 təcilli hərəkət edəndə tərəzinin göstərişi necə dəyişəcək? Bu sənə deyir ki, çəkinin son vəziyyətini başlanğıc vəziyyətinə bölərək onun necə dəyişdiyini təyin etməlisən. İndi ikinci vəziyyətimizə görə baxdıqda şaquli bax fikir ver, yuxarı yönəlmişdir. Ona görə ikinci təcilimizi belə yazacaq. MŞ üstəgəl A. Demişik ki, yuxarı yönələndə çəki MŞ üstəgəl A olacaq. Aşağı olduqda isə MŞ minus A. İndi bizə burada təcili 0.5 verir. Demək ki, A-nın yerinə gətirirəm. 0.5 yazacağam. Şeyinin də üstünə 0.5 gələndə bu eləcək 1.5. 1.5 şeyini də M-ə vuranda bu da olacaq 1.5 M. Vəssalam. İndi biz bu çəkinin necə dəyişdiyini müəyyən etməyimiz üçün sonuncu çəkini başlanğıc çəkiyə bölürük. Həmişə dəyişmələri son vəziyyəti başlanğıca bölürük. Bax, son vəziyyətimiz 2-dir. P2-miz eləyir 1.5 MJ. Başlanğıc vəziyyətimiz də MJ-dir. Bunda MJ-lər x olunur, qalır 1.5. Bu da yuxarıda yerləşdiyi üçün 1.5 dəfə artar sayılacaqdır. Məxrəcdə olsaydı 1.5 dəfə azalar, yəni 15 gedir D variantına. 16-cı sual. Yer səthinə bərabər təcillə tormozlanaraq enən kosmik gəmidə ən kütləli cismin çəkisi P-yə bərabərdir. Gəmi hansı təcillə hərəkət edəcəkdir? Buradan görürük ki, tormozlanaraq deyir və enən deyir. Tormozlanma yavaşın hərəkətdir. Onda biz yazırıq ki, yavaşın hərəkət aşağı enən deyirsə, yəni aşağı yavaşın hərəkət deyirsə, o zaman çəki olacaqdır. P bərabərdir. MŞ üstə gəlinsin A şəklində. İndi buradan da deyir təcili tap. O zaman çəki açırıq bu düsturu. M-i J-yə vuram, olur MŞ. Bir də M-i A-ya vuracam, bu da olacaq MA. İndi təcili tapmamız üçün MA bərabər olacaqdır. P-dən MŞ-ni çıxacam, yəni P çıxılsın MŞ. Buradan da təcili tapanda təcilin yanındakı kütlə hamısına bölünəcəkdir. Yəni A bərabər P bölünsün M olacaq və həmçinin MŞ bölünsün M şəklində olacaqdır. Buradan da M-lərimiz ixtisar olunacaq. Buradan M-lər gedəcək, qalacaq son vəziyyətimiz bundan ibarət. P bölünsün M çıxılsın J. Yəni ki, 16-cı sual olur Y variantı. 17-ci sualda şaquli istiqamətə yuxarı yavaşın hərəkət edən liftdəki ən kütləli cismin sərnişin çəkisi P olarsa, lift hansı təcillə hərəkət edəcəkdir? Bax, indi isə yuxarı yavaşındır. Yuxarı yavaşan, bunların hamısı mövzu izahında danışdığım üçün aşağı yavaşan, yuxarı yavaşan, bir də təkrarlıq olaraq eyni sözləri demək istəməzdim. Ona görə yuxarı yavaşan dediyinə görə çəkimiz olacaq bizim P bərabərdir. MŞ minus A şəklində. Ancaq aşağı yavaşanda MŞ üstə gəlsin A şəklindədir. İndi yenə deyir ki, təcil necə olacaqdır. O zaman yenə biz bunu vurub açaq. Bir dəfə M-i J-yə vururam. İndi yazıram P bərabərdir. MJ. Bir dəfə də M-i A-ya vuracam. Bu da önündə minus vardı. MA şəklində olacaqdır. Buradan da biz təcili tapanda o zaman MA bərabər edəcəm. MJ-dən çıxacam P-ni. Yenə təcili tapmamız üçün M-i, yəni kütləni hamısına böləcəm. MJ-ni bir dəfə M-ə böləcəm və həmçinin kütləni böləcəm. Çəkini böləcəm kütləyi. Buradan da M-lər ixtisar olunacaqdır. O zaman olacaq bizim son ifadəmiz bundan ibarət şey çıxılsın P bölünsün M, yəni 17D variantı olur. 18-ci sual cisimlər sərbəst düşür. İkinci cisim birinci cismə hansı qüvvə təsir edir? Əgər bir cisim sərbəst düşürsə, bax, bir cisim yəni aşağı düşür də, düzdür, aşağı yeyinləşəndir də, sərbəst düşün. Aşağı yeyinləşən hərəkətimiz necə ödür? P bərabər idi. MJ minus A idi və həmçinin cisim sərbəst düşürsə, onun başlanğıc sürəti sıfırdır. Təcili şeyə bərabərdirsə, mən gətirib burada A-nın yerinə şey qoysam, J-dən də şeyinə çıxsam, bura eləcək 0. M-i də 0-a vuranda onda çəki olacaq 0. Yəni bir sözlə cisimlər sərbəst necə düşürdürsün, çəki 0-a bərabər olacaqdır. 19-u yazmaq istəyən 20-ci sualda baxa bilər ki, yəni cisim sərbəst düşəndə
Çəki ilə sıfırdır. Daha doğrusu 18-ə baxa bilər. Aha. 20-ci sualımızda isə çəki hansı cihazla ölçülür? Çəkidir, qüvvədir. Bunlar dinamometrlə ölçüləcəkdir. Növbəti sual 21. Dinamometrlə ölçmək olar. Çəkini də ölçmək olar, qüvvəni də olar. Yəni 21-dir. Sükunətdəki olan cismin kütləsini 2 dəfə artıranda çəki necə dəyişəcək? Əgər cisim sükunətdədirsə və yaxud da düz xətli bərabər sürətli hərəkət halındadırsa, o zaman çəkimizin düsturu P bərabərdir MŞ şəklində olacaqdır. Deyir ki, buradan bunu silək, səhv düşdü bura. Kütləni 2 dəfə artırıblar. Demək, kütləmiz əgər bizim nə qədər artırsa, çəki də o qədər artacaq. Çünki çəki kütlə ilə düz asılıdır. Onda kütləmizi 2 dəfə artırıblarsa, demək ki, çəkimiz də 2 dəfə artacaq. Yəni 22A variantı olur. 23-cü sualda indi deyir ki, kütlə 3 dəfə azalır. Deməli, bunu buradan belə silək ehtiyatla. Aha. İndi bizim yeni eyni sualdır ki, o zaman kütlə azalsa demək ki, çəki də azalacaq. Nə qədər azalırsa, çəki də o qədər azalacaq. 3 dəfə azalsa, çəkimiz də 3 dəfə azalacaqdır. Yəni 23 də B variantına gedir. 24-cü sualda hansı hərəkətdə cismin çəkisi sükunətdəki çəkisindən böyük olacaqdır? Sükunətdəki çəki demək P bərabərdir M şeydir. Əgər bax bu sükunət çəkisidir. Bura yazıram sükunət çəkisi. Əgər sükunətdəki çəkisindən böyük olmağını deyirsə, deməli bizim çəkimiz P bərabərdir MC üstəgəlsin A şəklində olmalıdır. Buna hansı hərəkətlər uyğundur? Deməli yazırıq ki, daha doğrusu yazmaqda elə deyək, ya yuxarı yeyinləşən olacaq, ya aşağı yavaşan bu hərəkətlərdən biri olacaqdır və yaxud da sadəcə yuxarı təcili hərəkətdir. Buna baxaq görək buna hansı uyğundur. A-da deyir ki, şaqul aşağı yönəlmiş. Aşağı deyəndə MŞ minus A-dır. Üfüqi istiqamətə bərabər sürətli olanda MŞ-dir. Yuxarı yönəlmiş sadəcə təcillə demək onda 24 olur C variantı. 25-ci sualımızda hansı hərəkətdə çəksizlik şəraitində olacaqdır? Çəksizlik şəraiti, yəni çəkidən söhbət getmir. P bərabərdir 0-dır. Bu cisimdə sərbəst düşəndə olur. Cisim sərbəst düşəndə başlanğıc sürət 0, A da şeyə bərabər olduğuna görə çəkin deyirik ki, düsturu necədir? MŞ olacaqdır. Aşağı düşdüyünə görə MŞ minus A şəklində olacaq. A-nı da şeyə bərabərsə, şeydən də şeyini çıxanda çəki gəlib olacaq 0 sərbəst düşəndə. 26-cı sual. Çəkisi 200 mili-Newton olan sükunətdəki cismin kütləsini hesablayın. İndi gəlin elə buradan düstur yazmışkən yerinə qoyub yaza bilərik. Kütləni tap deyirsə bizə M bərabər olacaqdır. P bölünsün şey. Bizim burada çəkimiz nə qədərdir? 200 mili-Newtondur. Buradan yazıram 200. Mili isə 10 üstü mənfi 3-dür. Elə bunu 10 üstü mənfi 3 yazım. Şey də 10-dur. Bu sıfırlardan bu getdi. 20-ni də 10 üstü mənfi 3 olanda bu 2 elə 20 vur 10 üstü mənfi 3 yaza bilərəm. Buradan da gördüyümüz kimi bizə qramla verir. Bilirik ki, qrama da çevirməmiz üçün də qram 10 üstü mənfi 3 deməkdir ki, yəni bu da elə olacaq 20 qram. Demək ki, 26 oldu Y variantı. 27-ci sual. Kütlə 70 qram olan sükunətdəki cismin çəkisini hesablayın. Bax, indi bunu bizə kütləni 70 qram verirsə, əsas vahidə çevirə bilərik, amma çevirməyə də bilərik. Çünki milli 10 üstü mənfi 3-dür, qram da 10 üstü mənfi 3 kiloqramdır. Elə ona görə biz bunu belə elə saxlaya bilərik. O zaman çəkini tapdığımız, çəkini istəyirsə bizdən, yəni bu düsturumuza əsasən P bərabər MŞ-yə görə isə yerinə qoyub vəssalam yaza bilərik. Kütlə 70 qramdırsa, bu yazıram 70. J də 10-dur, o zaman olacaq 700 milli-Newton. Demək 27 olur Y variantı. Yenə siz istəsəz çevirə bilərsiniz. 70-dirsə kiloqrama çevirin. Bölün 1000-ə eləyəcəkdir 0,7. Və oradan da çəkin tapanda P bərabər MŞ-dir. Oradan da milliyə çevirmək üçün 10 üstü mənfi 3 ilə tapa bilərsiniz. 28-ci sual. İki dayaq üzərindəki xətkeşin üzərindəki cisim qoyduqda xətkeş əlir. Cisim tərəfindən xətkeşə hansı qüvvə təsir edəcəkdir? Gördüyümüz kimi burada nə var? Dayaq var. Dayaq da nə idi? Cismin həm dayağa, həm də askıya göstərdiyi təsir qüvvəsi olacaqdır çəki. Demək ki, 28 olub D variantı. 29-cu sual. Sükunətdəki cismin çəkisi onun həcmlə asılılıq qrafiki hansı olacaqdır? Demək, bizim sükunətdəki çəkimiz M şeydir. Buradan görürük ki, sıxlığı bizə sabit veribdir. Yəni, V ilə əlaqələndirəcək. Demək, biz digər tərəfdən bilirik ki, cismin kütləsi bərabərdir. Sıxlıq vurulsun həcmdir. Bu ifadəni gətirirəm buradan. M yerində yazacağım. Onda P bərabər olacaqdır. Rho V şeydən. Buradan da görürük ki,
Çeki həcmlə düz asılı olacaqdır. Düz asılımızın da qrafiki 29'dan Y variantı olur. 31 cisim dayakla birlikte A1 təcili şaqlı yuxarı hərəkət edəndə çəki 3 dəfə artır. İndi gəlin öncə verilənlərimizi yazaq. Bax, buraya qədər veriləni yazaq. Şaqlı yuxarı hərəkət etdikdə çəki bilirik ki, nə cürdür? P bərabərdir M, J üstə gəlsin A şəklindədir və deyir ki, çəki 3 dəfə artdı. Deməli, bu P çəkisi 3 dəfə artdı və deyir ki, hansı təcili? A1 təcili. Ona görə bu təcilin ayağına indeksini bir dənə 1 atıram. İndi bunu həll edək. 3 dursun yerində. P'nin yerinə MC yazarıq. Yəni P bərabər 3 P MC'dir. Və həmçinin indi bu hissəni də belə köçürdək və daha sonra mötərizəni vurub açacağıq. Demək belə. Bunu biz indi vuraq. Burada dursun 3 MC belə. Və sonra buradan M'i J'ye vuranda bu eləcəkdir MC. Daha sonra üstə gəlsin qoyub bir də M'i də A1'ə vuracaq. Bu da olacaq M A1. Biz indi buradan 3 MC-dir. MC'nin çıxanda bu olacaq. Eləcək 2 MC bərabər olacaqdır buradakı M A1'ə. Buradan da m'lər ixtisar olanda birinci təcil qalacaqdır. 2 şey şəklində. Onda gətirirəm, bunu burada yazacağım ki, elə kənarda yazıram ki, A1 bərabərdir 2 şeydir. İndi daha sonra digər şərti yazacağım. Bu artıq bizim olacaq ikinci şərtimiz. Deyir ki, A2 təcillə şaquli aşağı hərəkət edəndə çəki isə 3 dəfə azalacaqdır. İndi aşağı təcillə dediyinə görə o zaman, bax, aşağı dediyinə görə o zaman çəki olacaqdır. P bərabərdir M J minus A. Hansı təcil dedi? İkinci təcil dedi. Bax, buradan ikinci təcil. Ona görə bu təcilin ayağını 2 qoydum. Çəkin 3 dəfə azaldı, 3 dəfə. Əgər dəfə azalırsa, böləcəm mən bunu 3-ə. İndi buradan da P-nin yerinə biz elə MC yaza bilərik. MC. Bu hissəni də biz belə bu tərəfə vuranda çarpaz kəsirdən bunu azad edəcək. O zaman olacaq MC bərabər olacaqdır. 3 vurulacaq M J minus A2 şəklində. Daha sonra biz bunu mötərizə ilə vurub açaq. MC duracaq burada yerində. 3M'i buradakı J'ye vuranda bu eləcək 3MC. Daha sonra 3M'i də A2'ye vuranda bu da olacaq 3M A2. Şimdi MC'den 3MC'ni çıxanda bu eləcək mənfi 2MC. Burada da öndə bir mənfi var. Bu da olacaq mənfi 3M A2 şəklində. İndi burada mənfilər atılacaqdır. Sonra buradan atılacaqdır kütlələr. O zaman olacaq 2J bərabər olacaqdır 3A2. Buradan da A2'ni tapanda o da olacaq 2J bölünsün 3 şəklində. İndi gətirək A2'ni də bura köçürdü. A2 oldu nə? 2J bölünsün 3 şəklində. Bizə isə dedi ki, A1'i böl A2. İndi də gəlin bunları bir-birinə bölək. A1 bölünsün A2. A1 2J'dir. A2 isə 2J bölünsün 3'dür. Gördüğümüz gibi bu 3 məxrəcdən aşağı olduğuna göre 3 qalxacaq yuxarı və 2 şeyler ixtisar olunacaq. Cevabımız qalacaq 3, yəni 31 olur. Y variantı. 32-ci suala baxaq. İsim dayaqla birlikdə, yenə hə uşaqlar, bax bunlar eyni tipli suallardır. Yenə bax buraya qədər verilənlər bizim birinci tərəfimiz olacaqdır. Demək deyir ki, dayaqla birlikdə A1 təcili şaquli yuxarı hərəkət etdikdə çəki 2 dəfə artdı. İndi yenə biz bunu yazırıq düsturun. Çəki yuxarı əgər təcillə qalxırsa, çəkimiz olacaq M, Ş üstə gəlsin A şəklində. Hansı təcil dedi? Birinci təcil. Ona görə bunun ayağına 1 atıram və çəki 2 dəfə artdığına görə bunu 2P yazıram. Buradan gətirirəm, çəkinin yerinə MC yazıram. Bu mötərizəni bu sağ tərəfi də köçürdürəm belə. MC üstə gəlsin A1. İndi isə mötərizəni vurub açaq. Buradan 2 MC-ni saxlayıram yerində. M-i J'yə vuranda eləcək MC. Bir də M-i A1'ə vuranda o da üstə gəl vardı. M A1 şəklində olacaqdır. Buradan biz demək 2 MC-dən MC-nin çıxanda bu olur MC. Bərabər olacaqdır M A1'ə. M-lər də ixtisar olunacaqdır. Təcilimiz qalacaq elə şeyin J'dən ibarət. Yəni buradan gəlin köçürdək, yazaq ki, A1 ilə J'dir. İndi bizə yer lazım olduğu üçün buranı silirəm. O zaman indi daha sonraki şərtə baxıram. İndi isə deyir, A2 təcillə şaquli aşağı hərəkət edəndə isə çəki 2 dəfə azalacaqdır. Aha. İndi gəlin bunu yazaq. Demək aşağı hərəkət dediyinə görə çəkimiz o zaman olacaq P bərabərdir M J minus A. İkinci təcil dediyinə görə bunun ayağını 2 yazıram və deyir çəki 2 dəfə azaldı. Deməli, bax bu P, yəni çəkimiz 2 dəfə azaldığı üçün bölürəm. 2 dəfə artlarında vurursan, amma 2 dəfə azaldığı üçün böləcəksin. Yine P'nin yerinə buradan biz MC yazırıq. Olacaq bu şəkildə. Bu 2'ni də kəsirdən azad etmək üçün bunu sağ tərəfə vuranda bu 2 qalxacaq bura. Bu hissədə artıq 2 qalmayacaq. İndi isə bunları vurub açaq biz. Onda olacaq bizim bu ifadəmiz bura MC idi. Aha. Belə indi MC bərabər olacaqdır.
2m'i J'ye vuranda eləcəkdir. 2mJ, sonra ise 2m ise A2'ye vuranda önünde de minus vardı. 2mA2 olacaktır. Buradan da biz MŞ'den 2 MŞ'nin çıxanda bu eləcəkdir mənfi MŞ bərabərdir. Bir də önündə var burada mənfi 2 MA2. Buradan da biz m'lərimizi ixtisar eləsək, bu m'lər ixtisar olacaq, mənfilər datlanacaq, qalacaq müsbətlər. Yəni bir sözlə 2A2'miz bərabər olacaqdır J'yə. Oradan da biz A2'ni tapanda bu da olacaq J bölünsün 2 şəklində. Elə gəlin bunu da buradan köçürdək. A2'miz də bərabər oldu. J bölünsün 2. İndi buradan da bu hissəni silək. Deyir ki, A1'i böl A2'ye. A1 bölünsün A2. A1 J'dir. A2 ise J bölünsün 2'dir. Bu ikimiz de bizim qalxacaq yuxarı. J'lər də sıralanacaq. Cavabımız olacaq 2. Yəni 32'ye getdi B variantından. Bunu da silək. Növbəti sualımıza baxaq. 33-cü sual. Radius 20 metr olan çökük körpüdə avtomobil hansı sürətlə hərəkət etməlidir ki, körpün orta nöqtəsində sürücü 3 qat əlavə yükləməyə məruz qalmış olsun. İndi burada bizə əgərlərim verilənlər ümumiyyətlə yəni birinci cəza radius 20 metrdir və bizə burada əlavə yükləmə deyirsə, əlavə yükləməni hər hansı bir n ilə işarə edirik. Əlavə yükləmənin düsturuna baxırıq. N bərabərdir 1 üstə gəlinsin A bölünsün J'dən ibarətdir. Yəni n-i əlavə yükləməni burada 3 veribsə, elə n-in yerinə buradan 3 qoyaraq. 3'ten de biz 1'in çıxanda bu da eləcək 2'ye bərabər olacaqdır. A bölünsün J'ye. Buradan da biz təcili tapanda təcil olacaqdır 2J şəklində. İndi bizə buradan sürəti tap deyir. Yəni V sualdırsa, digər tərəfdən təcilin hansı düsturun var idi? Mərkəzə qaçma təcili A bərabər idi. V kvadratı bölünsün R idi. Elə gətirək A'nın yerinə buradan yazaq ki, V kvadratı bölünsün R bərabərdir 2J'ye. Buradan da biz sürətimizi tapanda V də bərabər olacaqdır. Kökün altında 2 R J'dən ibarət. İndi 2 vurulsun. Radiusu 20 veribdir. J də 10'dur. Aha. Buradan da indi bunları tapanda bu da kökün altından çıxacaqdır. 20 metr bölünsün saniye. Yəni ya istəsən təcili kənarda tap. Yəni 2'ni vur J'yi 10 eləsin. Təcili 20 metr saniye kvadrat olsun. Gətir buradan. Bax bu yazdığım tərəfdən isə buradan da sürəti tapa bilərsin. A bərabər V 40 bölü R. V'ni də tapanda A R kimi yerinə qoy. Çıxar. Yəni hər cür yolla yazmaq olar. Daha sonra 34-cü sual. Şagülü aşağı yönəlmiş 8 metr saniye kvadrat təcili hərəkət edən çəki 36 Newtondursa, onun kütləsini hesabla. Şagülü aşağı dediyinə görə çəkimizin düsturu olacaqdır. P bərabərdir M, J çıxılsın A şəklində. İndi bizə verilənlər nədir? Demək çəkimiz var 36'dır. Sonra təcil bu 8'dir. Çəki P'dir. Kütləni tap dediyinə görə onu gəlin tapaq bizdə. 36 bərabər kütlə nədir bilmirəm. J'ni 10 veribdir. Təcil isə 2'dir. Yox, təcil üzürsəm 8'dir. Təcilімizin yerinə 8 qoyuram. Aha, ondan 8'in çıxanda böləcək 2, yəni M vurulsun 2'dir. Buradan da M'i tapanda 36 bölünsün 2, bu da 18 kilogram olacaq. Yəni 34 gedir A variantına. Sual 35. Kosmik gəmi yerdən A bərabər 5 təcili start götürərsə, kosmonavtın məruz qaldığı əlavə yükləməni hesablayın. Əlavə yükləmə N'dir. Bunu bizdən soruşur. N bərabərdir. Yəni əlavə yükləmənin düsturu bərabərdir. 1 üstə gəlinsin A bölünsün J olacaqdır. İndi yazıram N bərabər 1 üstə gəlsin A'nın yerinə 5J yazıram. Çünki özü 5J şəklində veribdir və məxrəc də J'dir. J'lər buradan ixtisar olunur. Qalır ki N bərabərdir. 1 üstə gəlinsin 5. 1'in üstünə 5 gələndə bu da 6 eləyəcək. 35 olur C variantı. 36-cı sual. Şagili yuxarı yönəlmiş 6 metr saniye kvadrat təcili hərəkət edən cismin çəkisi 32 Newton olarsa onun kütləsini hesablayın. Buradan deyir ki şagili yuxarı yönəlmiş ona görə çəkimizin düsturu P bərabərdir. MJ üstə gəlinsin A şəklindədir. Daha sonra kütlənin tap dediyinə görə M də sualdır. Təcili də 6 veribdir. İndi verilənləri yerinə qoyaq hesab. Çəki isə 32'dir. Deməli çəkinin yerinə 32 yazıram. Kütləni bilmirəm nədir. J 10'dur və təcil isə 6'dır. Onun üstünə 6 gələndə bu eləcək 16, yəni M vurulsun 16. M'i də tapanda 32 bölünsün 16, o da 2 kilogramı eləyir ki 36 A variantına gedəcəkdir. 37-ci sual. Yuxarı hərəkət edən liftdə yerləşən cismin çəkisi 3 dəfə artarsa, liftin təcili modunu hesablayın. İndi görürük ki, bax buradan deyir ki, yuxarı hərəkət edən dediyinə görə çəkimizin düsturu P bərabərdir MJ üstə gəlinsin A'dır.
Sonra isə deyir, çəki 3 dəfə artır. Deməli, bax, bu P çəkisi 3 dəfə artdığına görə 3 vurulsun P olacaq. Əgər 3 dəfə azalsa P bölünsün 3 olacaqdır. Və liftin təsirini tap deyir. Elə isə A sualdır. Biz buradan gətirək çəkinin yerinə MŞ yazaq. 3 vurulsun P-nin yerinə MŞ yazıram. Bərabərdir. Bu mötərizəni də vurub açıram. M-i şeyə vuranda eləcək M-i, M-i də A-ya vuranda bu da eləcəkdir M-A. Buradan da biz 3 MŞ-dən MŞ-ni çıxanda bu da eləcəkdir 2 MŞ bərabər olacaqdır M A-ya. Buradan da M-lər ixtisar olunur. A da bərabər olacaqdır 2 işi. 2 vurulsun şeyimiz 10'dur. 2'ni də 10'a vuranda bu da 20 metr saniye kvadratı. Yəni C variantına gedəcəkdir. 38-ci sual. Sərbəst düşən cismin çəkisi onun kütləsinin asılı qrafiki hansıdır? Əgər yenə də deyirəm uşaqlar, bir cisim sərbəst düşürsə, başlanğıc sürət sıfırdır. Təcil şeyə bərabər olacaqdır. Əgər sərbəst düşmək nədir? Bir cismin aşağı düşməyi deməkdir də. Onda aşağı olanda çəkimizin düsturu M bərabərdir J minus A-dır. Və dediyimiz kimi, əgər A da J-yə bərabərdirsə, A-nın yerinə şey qoyuram, J-dən də J-ni çıxanda M vurulsun 0, bu da eləcəkdir 0. Yəni, bir sözlə çəki olmayacaq 0-dır. Çəki əgər olmadığına görə, çəki burada necə kütlədən asılı ola bilər? Ona görə kütlədən asılı olmayacaq və gedəcəkdir B variantına. 39-cu sual. Şaqil aşağı yönəlmiş demək, təcillə hərəkət edən cismin çəkisinin təcillə asılı qrafiki hansı olacaqdır? Bax, şaqili əgər aşağı yönəlmiş deyirsə, sadəcə aşağı yönəlmişsiniz. Çəkimizin düsturu M Ş minus A şəklindədir. Gördüyümüz kimi çəki təcillə düz asıdır. Amma nəşr şəkildə azalan şəkildə, yəni yavaşlanan qrafiki kimi olacaqdır ki, 39 da B variantına gedəcəkdir. 40-cı sual. İndi isə şagilə yuxarı yönəlmiş dediyinə görə, indi bax, bu düsturumuz artıq MC minus ayıq, MC üstəgəl alacaq. O zaman çəkimiz artdığı üçün demək ki, 40-da olur B variantı. Yəni, düz xətti şəklində asılıdır belə. 41-ci sualımızda yuxarı qalxan lift əvvəl yeyinləşən, sonra bərabər sürətli daim nə qədər yavaşan hərəkət edir. Bu hallarda gərilmə qüvvələri arasında hansı münasibət doğrudur? Gəlin biz də bir-bir yazaq. Hamısına yuxarı, yəni yuxarı sözünü nəzərə alacaq. Birinci baxırıq yuxarı yeyinləşən. İndi yazırıq birinci hərəkətimiz. Əgər yuxarı yeyinləşən olarsa, bizim həm çəkimizin, həm gərilmə qüvvəsinin düsturu elə olacaqdır. Buna yazıram. Gərilmə dediyinə görə T1 yazacağım. Olacaq düstur M, Ş, üstə gəlinsin A şəklində. Daha sonra İkinci şərtimizə baxıram. İkinci şərtimizdə isə deyir ki, bərabər sürətlə, demək, yuxarı bərabər sürətlə də fərqi yoxdur. Yəni, bərabər sürətlə dediyinə görə o zaman çəkimizin düsturu elə MC olduğuna görə elə gərilməsi də elə MC olacaq. Yəni, ikinci gərilməyə də yazacağım MC şəklində. Daha sonra üçüncü şərtimizdə isə deyir ki, dayanana qədər yavaşlayan hərəkət edir. Yavaşlayan nədir? Və aşağı yavaşlayan deyir də. Bax, bura daha doğrusu üzrəm yuxarıdır. Yuxarı yavaşlayan. Bu üçüncü şərtimizdir. Yuxarı yavaşlayan dediyinə görə isə buradan gedir də yuxarı yavaşlayan hərəkətimizə görə çəkimizin düsturu MC minus A-dır. İndi bu da gərilməyə də bunu aid edə bilərik ki, o zaman buna yazacağım ki, MC minus A şəklində. İndi bura müqayisədə fikir verək bura nəyə? Görürük ki, bax, burada ən böyük gərilmə hansıdır? MC üstə gəlinsin A-dadır. Yəni ki, onda birinci gərilməmiz hamısından böyükdür. Daha sonra gəlir, bax, buradan sadəcə MC, onda T1 böyükdür T2-dən və ən kiçik isə bunların olacaqdır. Bax, buradakı MC minus A-sı, çünki axı o hamısından kiçikdir, onda minusdur. Ona görə 1 böyük 2, o da böyük 3-dəndir. Bu cavabımız da 41-də C-yə gedəcəkdir. 42-ci sual. Yüklə birlikdə şaquli aşağı istiqamətdə 3 metr saniyə kadar təclə yeniləşən hərəkətdən üfüqi dayağa yükün göstərib təzyiq qüvvəsi 140 Newton olarsa, yükün kütləsini tapın. Təcilimiz bizim 3 metr saniyə kadardır. Aşağı yeyinləşən dediyinə görə düsturumuzu birinci yazırıq. Yox, aşağı yeyinləşəndirsə çəkimizin düsturu P bərabərdir. MC minus A-dır. Elə təzyiq qüvvəsi çəkidir. Sonra təzyiq qüvvəsi ilə buradan biz yazırıq P təzyiq, yəni 140 Newtondur və yükün kütləsini tapın. M də sualdır. İndi verilənləri yerinə qoy yazaq. Təzyiq qüvvəmiz, yəni çəki 140-dır. Bərabərdir. Kütləni də tapacağıq. Şeyimiz 10-dur. Şeyinin yerinə 10 yazıram. Təcil də 3-dür. 10-dan 3-ün çıxanda bu eləcəkdir 7. Yəni M vurulsun 7. Buradan da kütləni tapanda 140 bölünsün 7. Bu da eləcəkdir 20 kiloqram. Yəni 42 C-yə gedəcəkdir. 43-cü sual. Kütlə 10 kiloqram olan gəlin dedikcə yazsa, kütləsi 10 kiloqramdır. Onunla birlikdə təcil isə 2,45 təcillə şaqil aşağı istiqamətdə yavaşın hərəkət etdiyinə görə təzyiq qüvvəsini tapın.
Təsir qüvvəsi B sualdır. İndi bunları silirəm. Elə eynən həmin düsturdur. Sadəcə burada nəyə fikir verəcək? Əgər aşağı yavaşın dediyinə görə, o zaman bizim çəkimizin düsturu MC üstəgəlsin A şəklində olacaqdır. İndi isə verilənləri yerinə qoyub yaza bilərik. Demək, P bərabərdir çəkimi tapmalıyıq, yəni təsir qüvvəsini tapmalıyıq. Kütlə 10-dur. J, yəni sərbəst düşmə təcili də 10-dur. Təcili isə 2 tam %45-dir. İndi bunları da toplayanda bu deyiləcək 10 vurulsun. Onun üstünə 2 tam %45 gələndə bu vurulsun 12 tam %45-dir. Tamdan, bax buradakı bu sıfırın biri gələcək. Bax bu tərəfə düşəcək 4-ün burasına. Bunları onda siləcəm. Buradan əmələ gələcəkdir. Bu şəkildə. Demək 124 tam onda 5. Yəni 43 olur Y variantı. 44-cü sualda şaquli istiqamətdə aşağı hərəkət edən liftin sürətinin, modunun, zamanın asılı qrafikləri verilmişdir. Hansı zaman intervalında liftdəki sərnişin çəkisi onun sürətdəki çəkisindən kiçik olacaqdır. Demək, bizə deyir ki, sərnişinin çəkisi onun sürətdəki çəkisindən kiçik olacaqdır. Sürətdəki çəki M şeydir. Amma bu isə deyir ki, belə olsun sənin çəkin. Bax, MC minus A olsun. Yəni, biri var MC, biri var MC minus A. Bu, kiçik olan şəkildə. İndi bax, biz bu hərəkəti tapmalıyıq. Ona görə birinci baxırıq nəyə? Bizə aşağı hərəkət deyir. İndi baxaq birinci. Əvvəlcə 0T1 zaman intervalına baxıram. Buradan qeyd edir. 0T1 zaman aralığına görə bu hərəkətimiz nədir? Sürət zamanı uzaqlaşır. Demək ki, bizim bu hərəkətimiz yeyinləşən hərəkətdir. Buradan yazıram yeyinləşən, amma aşağı deyil. Aşağı olduğuna görə aşağı yeyinləşəndə bizim çəkimizin düsturu P bərabərdir MC minus A şəklində olacaqdır. Elə tapdığımız cavab da elə bu deyilmi? Yəni, bizə lazım sükunətdəki çəkisindən kiçik çəki olsun da. Ona görə elə MC minus A-dır. Yəni, elə bu aralığı biz götürəcəyiz. 0T1 zaman aralığı. Bu da olur 44-də Y variantı. Gəlin o biri hərəkətlərdə yaşayacaq. Demək, T1, T2. T1, T2 zaman aralığına görə biz görürük ki, buradakı cisim neyinir? Sükunətdədir. Əgər, əstəğfurullah, sürət sabitdir, yəni sürət də sabitdirsə, yəni V konstantdır. Təcil o zaman 0 olacaqdır. Gəlin, bax, bunu yazaq. Şaquli yuxarı yönəldir. Düzdür, yazıram bu düsturu. P bərabərdir MC üstəgəlsin A. Amma təcil 0 olduğuna görə elə bu sükunətdəki çəkimiz elə olmurmu? MC. Buradan yazıram, bax, MC. Yəni, bu da sükunət çəkisi. Yəni, T1, T2 zaman aralığında götürməyəcəyik. Sonra baxaq o biri hərəkətə. Bu da T2, T3 zaman aralığıdır. Yaxşı, gəlin bunu da yazaq. T2, T3 zaman aralığında gördüyümüz kimi bu da bərabər yavaşan hərəkətdir. Yavaşan hərəkətin də yuxarı yavaşan hərəkəti isə P bərabər olacaqdır. MC üstəgəlsin A şəklində. Amma bizə lazımdır MC minus A şəkli olsun. Ona görə 44-cü sualımız gedəcəkdir Y variantına. 45-ci sualı yazmamışdan öncə bu tərəfi silək. Deməkdir ki, aşağı doğru hərəkət edən liflərdə olan ən kütləli cisimlərin şəkilləri arasında hansı münasibət doğrudur? Yeyinləşən deyir və hərəkətimiz bizim aşağıya doğrudur. Aha. Demək, aşağı yeyinləşən dediyinə görə bizim düsturumuz necə olacaqdır? Aşağı yeyinləşən. Çəkimiz əgər yuxarı yeyinləşəndirsə MC üstəgəl A-dır, aşağı yeyinləşəndirsə MC minus A şəklində olacaqdır. Yəni, birinci çəkimiz bundan ibarətdir. Daha sonra ikinci çəkimizə baxıram. Yenə aşağı bərabər sürətli. Yəni, bərabər sürətli də dediyinə görə bizim buradan yazaq bərabər sürətli. Onda çəkimizin düsturu P bərabərdir. MC şəklində olacaqdır. Yəni, bərabər sürətli və yaxud da sükunət olarsa çəki elə MC olacaqdır. Daha sonra bu hərəkətdə isə aşağı yavaşan dediyinə görə isə aşağı yavaşan olanda isə çəkimizin düsturu MC üstəgəlsin A şəklində olacaqdır. Yadınıza saxlayın. Yuxarı yeyinləşən deyərsə MC üstəgəl A-dır. Aşağı yeyinləşən deyərsə MC minus A-dır. Aşağı yavaşan olarsa MC üstəgəl A-dır. Yuxarı yavaşan olarsa MC minus A şəklində olacaqdır. İndi belə. İndi artıq biz bunları müqayisə edəcək ki, hansı böyük, hansı kiçik olacaqdır. Demək, buradan belə. Gördüyümüz kimi, ən böyük çəki hansıdır? MC üstəgəl A-dır. Bunların indekslərini yazmamışım. Gəlin indekslərini yazaq. Bu P2 olacaqdır. Bu da P3 olacaqdır. Ən böyük olduğu P3. Daha sonra buradan gördüyümüz kimi P2'dir. Sadəcə MC-nin özüdür. Buraya yazıram P2. Və ən kiçiksi olan, bax, bu olacaq. MC minus A. Çünki o hamısından kiçikdir. Axı çıxılır. Belə, indi 3 böyük 2, o da böyük 1, elə 45 gedir A variantına. 46-cı suala baxaq. İndi isə yuxarıya doğru baxacaq biz bu hərəkətlər. Bax, bura yuxarıya doğrudur. Bu yazılan yuxarıya doğru, yəni hamısına aid olunur da belə.
Yuxarı yeyinləşən dediyinə görə gəlin yazaq buradan. Birinci hərəkətimiz yuxarı yeyinləşəndirsə, yenə də qeyd edirəm uşaqlar. Əgər yuxarı yeyinləşəndirsə, çəkimiz olacaq mj üstə gəlinsin a şəklində. Aşağı yeyinləşən deyərsə mj minus a-dır. Daha sonra ikinci hərəkətimizə baxırıq. Bu yavaşan hərəkətdir. Demək, əgər yuxarı yavaşayan deyərsə, o zaman çəkinin düsturu, bu ikinci çəkidir, olacaq mj minus a. Amma aşağı yavaşayan deyərsə, mj üstə gəlsin a olacaqdır. Bərabər sürətli hərəkətimizdə isə bu da elə olacaqdır mj şəklində. P bərabər mj. Ümumiyyətlə, sükunət vəziyyətində və yaxud da bərabər sürətli dediyinə görə elə çəkimiz olacaqdır. mj, bu da üçüncüdür. İndi müqayisə edirik. Gördüyümüz kimi burada ən böyük çəki mj üstə gəlsin a-dır. Bu birinci çəkidir. Ona görə yazıram P1. Daha sonra gəlir buradakı sadəcə mj-nin özü. Demək P1 böyükdür P3-dən. Və nəhayət son olaraq da ən kiçikdə mj minus a olacaq. Çünki o minus a-dır. Ona görə. Demək P1 böyük oldu P3, o da böyükdür P2-dən. 1 böyük 3, o da böyük 2, bu da 46 deyil A variantına gedəcəkdir. 47-ci sual. Aşağı hərəkət edən 1 və bu tərəfləri silək. Aha. Aşağı hərəkətdən 1 və 2 liflərdəki 8 kiloqramlı kütləli cismin çəkisinin diaqramı verilibdir. Deməli, burada həm birincinin, həm ikincinin kütləsini 8 kiloqram şəklində verir. Liflərin hərəkətləri üçün hansı doğru olacaqdır? Buradan biz baxırıq birinci liftimizin çəkisini. Buradan qeyd edək gəlin. Birinci liftimizin çəkisi P1 bərabərdir 64 Newtondur. Aha. Amma ikinci liftimizin isə çəkisi olacaq nə qədər? 96 Newton. Bunu da yazıram buradan. İkinci liftimizin çəkisi isə 96 Newtondur. İndi biz burada nə hərəkət görürük? Deyirdi ki, aşağıya hərəkət edən. İndi fikir verək nə? Əgər aşağı hərəkət deyərsəm, biz indi gəlin bunu belə görməyə çalışaq. Bax, gəlin özümüzdən cavablar tapaq. Hansı çəkimiz bizim kiçikdir? P1 çəkisi kiçikdir. Deməli, onda P1 çəkisi nə zaman kiçik olar? Amma P2 gördüyümüzdə 96. Deməli, bizim buradakı çəkimiz P bərabərdir mj minus a-dır. Amma çox olanda isə artıq məlum ki, mj üstə gəlinsin a şəklində olacaqdır. Aha. İndi belə deyək uşaqlar, əgər bizim çəkimizin kiçik olmasıdırsa, mj minus a olması bu hansı hallarda ola bilər və aşağını da nəzərə alaraq, çünki özü də bizə burada hərəkəti aşağıya doğru deyibdir, yəni aşağı hərəkət deyibdir. Onda olacaqdır ki, deməli belə, aşağı indi yavaşına görə baxanda, aşağı yavaşanda bizim çəkimiz olacaq nə qədər? mj üstə gəlsin a şəklində. Demək ki, o zaman çox olan çəkimiz aşağı yavaşayan ola bilər. Sonra bir də hansı hərəkətdə ola bilər bu? Bir də ola bilər ki, bu yuxarı yeyinləşəndə, amma bizə aşağı dediyinə görə biz artıq bu P2 çəkisini tapırıq ki, bu aşağı yavaşayandır. Deməli, ikinci liftimiz, yəni bizim olacaq nə? Burada ikinci lift yazıram. İkinci liftimiz artıq olacaqdır. Yavaşayan hərəkətdir. Onda gəlin buradan verilənləri yerinə qoyacaq. Deməli, bizim ikinci çəkimiz 96-dır. P2-nin buradan yerinə gətirirəm. 96 qoyuram. Özü kütləni bizə 8 veribdir. J-nin yerinə 10 yazıram. Buradan 10 yazaq. Və üstə gəlinsin. İndi təcili tapacağım. 96-nı 8-ə bölürəm. Bu eləcək 12 bərabərdir 10. Üstə gəlsin A. Təcil. Təcili tapanda 12-dən 10 çıxanda bu da eləcək 2 metr saniyə kvadratı. Deməli, bizim bu hərəkətimiz oldu. Aşağı yavaşayan və təcilimiz də 2-dən ibarət olacaqdır. Aşağı yavaşayan və təcil də 2-dən ibarət. İndi baxaq görək buna uyğunlar hansılardır? Digərlərini buradan çıxardacaq. İkinci lift yeyinləşəndir. Xeyr, bizim ikinci liftimiz yavaşayandır. Bax, budur. İndi digərlərinə baxaq. İkinci lift bərabər sürətli bu olmayacaqdır. İkinci lift yeyinləşən bu da deyil. İkinci lift yavaşayan və təcil 4 deyil. Bu da olmayacaq. Biz tapdıq ki, ikinci liftimiz yavaşayan və təcilimiz 2-dir. İndi biz tapdıq ki, bu B variantı. Amma digər hərəkətimizə də gəlin baxaq. O bir hərəkətimizin haqsızlıq olmasın, onu da gəlin tapmağa çalışaq. Deməli, bunu silirəm, getdi. Onsa təcilimiz 2-də, təcili tapmışıq, da işimiz rahatdır. Təcil də 2 olduğuna görə, onu da yazırıq buradan. P bərabərdir. Kütləni 8 veribdir. J'miz 10-dur, təcilimiz də 2-dirsə, ondan 2 çıxdıq, elədi 8. 8 də 8-ə vuranda, demək ki, bu çəkimiz 64 Newtondur. Bu hərəkətimiz hansı hərəkətə uyğun gəldi? Aşağı yeyinləşən. Çünki aşağı yeyinləşən olduğuna görə çəkimiz mj minus a şəklində olacaqdır ki, sualımız getdi B variantına. 48-ci sual, ona görə bu tərəfi silək. Buradan deyir ki, bizə uyğunluğu müəyyən edin. Yuxarı hərəkət edən liftin yerdəşməsi modulunun zamandan asılı qrafikləri verilmişdir.
Və indi baxaq nəyə biz buradan. İndi bura biz fokuslanacaq. Yuxarı yeniləşən, yuxarı hərəkət dediyinə görə, demək birinci hərəkətimizə baxırıq ki, bu yuxarı hərəkəti. Bu gördüyümüz kimi nə cür hərəkətdir? Getdikcə tez zaman ondan uzaqlaşır. Deməli, bu hərəkətimiz olacaqdır. Yuxarı yeniləşən. Əgər yuxarı yeniləşən dediyinə görə çəkimizin düsturu, bura yazırıq P1 yazaq. Çəkimizin düsturu P bərabərdir. MC üstəgəlsin A-dır. Bu MC üstəgəlsin A bunun sükunət çəkisi nə qədərdir? Yəni sükunət çəkisi MC-dir. Deməli, bu hərəkətimiz sükunətdəki çəkisindən böyük olacaqdır. İndi baxaq, buna görək nə uyğun gəlir. Varianta baxaq. Çəki onun sükunət çəkisindən böyükdür. Bəli. Birinci şərtimizə bax, A variantı uyğun gələcək. Daha sonra görək buna nə uyğun gələ bilər. Yuxarı yönəlmiş sabit təcili hərəkət edəcək. Bəli. Elə bax, buna D variantı da bu şərtinə uyğun gələcək ki, çünki yuxarı yönəlmiş təcili MC üstəgəlsin A şəklində olur da bizim düsturumuz. Daha sonra ikinci şərtimizə baxırıq. Bura, onda bunu silim mən bu tərəfimizə. Aha. Bu isə görür düz xəttir. Əgərlərim hündürlük zamanın düz asıldırsa, bu hərəkətimiz isə adı olacaqdır. Bərabər sürətli hərəkəti yazıram bura. Bərabər sürətli hərəkətimizdirsə, onda çəkimiz elə sadəcə MC-dən ibarət. Ya cisim sükunət olarsa, ya cisim düz xətli bərabər sürətli hərəkət olarsa, çəkimiz bizim MC olacaq. İndi görə buna uyğun hansı gedəcəkdir? Deyir ki, liftdəki cismin çəkisi onun sükunətdəki çəkisinə bərabərdir. Elə buna o uyğunu. Digərləri çəkidən böyük, kiçik, aşağı deyir. Ona görə uyğun gəlmiş. Elə bura yalnız C variantı uyğun gələcəkdir. Daha sonra üçüncü şərtimizə görək. Bu üçüncü şərtimizdə gördüyümüz kimi bu nə cür hərəkətdir? Yavaşlayan hərəkəti gətirib bunu koordinat başlanınca köçürsək, görək ki, bu tez zaman oxuyun kəsməyə doğru gedir və olacaq üçüncü hərəkətimiz yavaşlayan hərəkət. Ona görə bu yuxarı deyirsə, yuxarı yavaşlayan hərəkət. Yuxarı yavaşlayan hərəkətimiz isə çəkimizin düsturu olacaqdır M, J minus A şəklində. Əgər aşağı yavaşlayan olsaydı, çəkimizin düsturu MC üstəgəl A-dır. Amma yuxarı yavaşlayan dediyinə görə MC minus A şəklində olacaqdır. MC minus A da buradan da gördüyümüz kimi bu sükunətdəki çəkisi nədir? Bunun MC-dir. Yəni, yuxarı yavaşlayan sükunətdəki çəkisindən kiçik olacaq. Yəni, biri var MC, biri də var ki, MC minus A şəklində. Ona görə sükunətdəki çəkisindən kiçikdir. Deməli, bu B variantı gedəcəkdir üçüncü şərti və aşağı yönəlmiş təcili. Görsən, təcilin də minusdur. Ona görə Y də bura uyğun gələcəkdir. Deməli, 1 AD, 2 C və 3 B Y-dən ibarət olacaqdır. Bir dəqiqə, burada yox. Buraya uyğun gəlməyəcəkdir. Bunu görmədim mən. Burada aşağı yönəlmiş artan təcildir. Artan təcildir. Sonra Y variantı bura uyğun gəlməyəcəkdir. Baxım görüm buradakini də elə seçdimmi? Yox. D variantında düz seçmişim. D variantında deyir ki, lift yuxarı yönəlmiş sabit təcillə hərəkət edir. Bu sabit təcillə hərəkət edir. Amma artan təcili o cavabı götürmür. Artan azalan təcilləri götürmürük. Daha sonra 49-cu sual. Uyğunluğu yenə müəyyən edin deyir. Birinci hissəsinə baxıram. Birinci hissəmiz gördüyümüz kimi yenə yeniləşən hərəkətdir və indi isə deyir aşağı yeniləşən. Demək, birinci şərtimizdir. Əgər aşağı yeniləşən dediyinə görə çəkimizin düsturu olacaqdır. Birinci şərtimizə görə yazıram MC minus A şəklində. MC minus A da olduğuna görə bilirik ki, sükunətdəki çəkisi isə MC-dir. İndi buradan da görürük ki, bu artıq bu çəkimiz sükunətdəki çəkisindən kiçikdir. İndi görək bunu, indi hansını seçəcək biz? Deyir ki, sükunətdəki çəkisindən böyükdür. Yox, sükunətdəki çəkisindən kiçikdir. Deməli, bax, bu B variantı gedəcəkdir birinciyə. Sonra isə MC minus A-dır. Düzdürmü? Deməli, aşağı yönəlmiş sabit təcili hərəkət edəcəkdir. Onda D də həmçinin gedəcək birinciyə. Bura uyğunlar qurtardı. İndi baxaq ikinci hərəkətimizə. İkinci hərəkətimiz də buradan görürük ki, nədir? Düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkət halımızda da elə çəkimiz sükunətdəki çəkisi ilə eynidir ki, yəni MC-dir. Bura uyğun da cismin çəkisi onun sükunətdəki çəkisindən bərabərdir. Bəli. Demək ki, bu C variantımız da gedəcəkdir ikinci şərtimizə. Daha sonra üçüncü şərtimizdə isə burada bu hərəkətimiz isə bizim gördüyümüz kimi nə cürdür? Yavaşlayan hərəkətdir. Bu çünki bura koordinat başlanğıcına köçürsə bu görəcək tez zaman oxuyun kəsir. Deməli olur bu hərəkətimizin adı yavaşlayan hərəkət və aşağıdır. Aşağı yavaşlayan olduğuna görə çəkimizin düsturu olacaqdır. MC üstəgəlsin A. Yenə də qeyd edirəm uşaqlar. Əgər aşağı yavaşlayan deyərsə çəkinin düsturu MC üstəgəl A-dır. Amma aşağı yeniləşən deyərsə bu MC minus A-dır. Yuxarı yavaşlayanda isə MC minus A-dır. Yuxarı yeniləşəndə isə MC üstəgəlsin A şəklində olacaqdır. İndi isə görürük ki, biz də buradan bizim sükunətdəki çəkimiz MC-dir.
Amma bizim isə verilən şərtimizə görə çəkimizin düsturu M308 A-dır və bu isə o deməkdir ki, həmin bu aşağı yavaşlayan sükunətdəki çəkisindən böyük olacaqdır. Elə isə bunu uyğun cavabımızı götürəndə sükunətdəki çəkisindən böyüklər. Deməli, A şərti gedəcək üçüncüyə. Sonra isə bu neynir? Onda bax bu Y variantına baxsaq aşağı artan təcil isə bunlar hamısı uyğunsuzdur. Ona görə bura uyğun gələcək 1B-dir, 2C və 3A-dan ibarət olacaqdır. 50-ci sualımıza baxırıq. Demək, şəkildəki liftin kabinesinə kapilyar boruda mayenin qalxma hündürlüyünün diaqramı verilibdir. Liftin hərəkətinin xarakterinin diaqram sütunlar arasında hansı uyğunluq doğru olmuş olacaqdır? Aha, demək, burada bizə verilənlər nədir? Kapilyar boru dediyinə görə hündürlüyümüzün düsturu H bərabərdir. 2 sigma rho J R-dən ibarətdir. Düzdür. Hələ biz bunu bərk cisimlər və mayələrin xassələrində keçəcəyik. Amma yenə də deyək, əgər sükunət deyərsəm, bu düstur elə olduğu kimi qalacaqdır. Yuxarı yönəlmiş deyərsəm, J-nin yerinə J üstəgəl A vurulsun R yazacağıq. Aşağı yönəlmiş dediyinə görə J minus A vurulsun R şəklində olacaqdır. İndi bura birinci şərtimiz nədir? Buradan sükunət dediyinə görə. Onda mən bunun ayağına 1 atıram və sükunətdəki çəkisi ilə sadəcə 2 sigma rho J R-dən ibarətdir. İkinciyə görə yazanda isə, burada isə deyir ki, yuxarı yönəlmişdir. Yaxşı, onda H2-miz bərabərdir. 2 sigma rho vurulsun yuxarı dediyinə görə J üstə gəlinsin A və vurulsun R-dir. Üçüncüyə görə yazanda isə burada aşağı yönəlmiş dedi təcilli. Onda olacaq 2 sigma rho vurulsun J minus A və vurulsun R şəklindədir. İndi gəlin biz özümüz bura diqqətlə fikir verək. Əgərlərim təcilimizi bizə 5 verib. İndi gəlin hamısını bir-bir yerinə qoyaq yazaq. Bax, bu hissələri sabit saxlayıq. Bu hissələri görməzdən gəl. J-ni sabit saxlama yox. J-ilə işimiz var bizim. Onu silək. Dəqiqə. Rho J R. Demək, rho J R saxlayıram. Demək, nə demək istəyirəm sabit saxlayaq? Biz burada rho-nu və R-i. Bizim fokuslandığımızlarımız bunlar olacaqdır. 2 bölünsün. J-nin yerinə 10 yazıram. 2-ni 10-a böləndə bunun hündürlüyü eləcək 0,2. Daha sonra indi bunları sabit saxlayaq. Bunlarla işimiz yoxdur. Baba, bunlara dəyməyəcək. İndi bunların yerinə qoyaq. Demək, kəsir xəttimizi uzadaq. 2 bölünsün. J təcilimiz 10-dur. H2-də buradakı təcilimizi bizə 5 verib. Yəni 10 üstə gəlinsin 5. 2-ni biz 15-ə böləndə bu təxminən gəlib neçə çıxacaq? Təxminən biz bunun qiymətini elə bir götürə bilərik ki, yəni ona uyğun buradakı, bax bu diaqrama uyğun deyəcək ki, hansının hündürlüyü çoxdur da. Yəni, bax bu bura getdi, H-ı, bu bura və bu isə bura getmiş olacaqdır. İndi yine biz təxminən gözə yarı 15-ə bölünə, bu təxminən 0,3 gəlib çıxacaqdır. 0,13 daha doğrusu 0,13. Aha, H3-ə baxdıqda isə yenə buradakı sigmanı, rho-nu, R-i sabit gəlin saxlayaq. Buradan yazaq 2 bölünsün. J-nin yerinə 10 yazdım. Təcili də 5 veribdir. Demək, 10-dan 5-in çıxanda eləcək 5. 2-ni də 5-ə böləndə bu da eləcəkdir 0, onda 4. İndi fikir verin. Hansının olduğu hündürlüyü ən böyük? Bax, buradan gördüyümüz kimi H3-ün təcili ən böyük olmuş oldu. Ona görə ən böyük hündürlük hansıdırsa, bax o ona uyğun gələcək. Bu görür ki, ən böyük, ən çox hündürlük hansındadır? D, A variantındadır. Ən böyük hündürlük. Gəlin bunu silim. Silim pis yazdım. Demək belə. Bax, bunun hündürlüyü, A-nın hündürlüyü gördüyümüz kimi 120-dir. Deməli, buradan yazacağıq ki, üçüncü şərtimizə hansı variant getdi? A bəndi getdi. Belə. Sonra ən kiçik olan hündürlük hansı olur? 0,13, digəri 0,12-dir. 0,10-dakı məlum ki, 0,13-dən böyükdür. Deməli, ona görə bura hansı uyğun gələcəkdir? Bəs H2-yə burada gedəcəkdir, bax, B variantı, ən kiçik olanı. Ən kiçik olan hansındadır? Deyək, bax, bu 40-dadır. Deməli, bizim ən kiçik olan H2-dir. Bura yazacağım ikinci isə B bəndi gedəcəkdir. Bəs yaxşı, birinci hansı uyğun gələcək? Lift sükunətdədir. Sükunətdə isə deməli, bunların elə bil hamısının ortasındakı olan bir hündürlükdə, yəni gördüyümüz kimi H2, H1 ortada dayanandır. Ona görə H1 də bura gedəcəkdir. Yəni, bu da getdi hansına? C variantına. Deməli, 1 oldu C, 2 oldu B və 3 də oldu A. Buraya gələn arzusu yazıda C, B, A-dan ibarət oldu.
suallarımızın cavabı. Belə əziz izləyicilər, yəqin ki, izahlarım sizə aydındır. Növbəti test izahlarında görüşmək ümidi ilə hələlik.